Salam dostlarım. Bugün biz sizinle Kur'an'dan 7 hərf öğreneceğiz. Kur'an əlif basıda 28 hərf var. En birinci başlayan, əyilməyən əlif var. Əlif səsi uzadar, özü isə icra dayanmış bir xətt kimidir. İkinci B hərfidir. Altında bir nokta var. Əgər nokta qoymasan, hərf mənasız qalır. B. Altında bir noktası var. Sanki kiçik bir xəzinə daşır. Davam edək uşaqlar. Üçüncü T hərfidir. B-yə oxşayır ancaq nöqtələr üstündədir. T. Üstündə 2 nöqtəsi var. Gülən gözlərə bənzəyir. 3 nöqtə düşdü göydən. Gəlib yerdə dayandı. T hərfinə bənzəyən S hərfi yarandı. S. Üstündə 3 nöqtəsi var. Dişlərlə S deyən kimi çıxır. Əlif deyil, B deyil. T də deyil, S deyil. Gəlin bircə söyləyək. Cimdi bu, cimdi, cimdi. Cim. Altında bir nöqtə var. Yumru ağızla C deyilir. Cim hərfinin yanında vardı 2 qardaşı. Quranda rast gələrsən, H-yə sən attın başı. H. Nöqtəsi yoxdur. Nəfəs kimi yumuşaq səslənir. H ikinci qardaşdır. Var üstündə nöqtəsi. Qur'anı tez öyrənər, kimin olsa həvəsi. H. Üstündə bir nöqtəsi var. Boğazdan çıxan xırıltılı səsdir. Bugünlük bu qədər. Salamat qalın. Bize destek olmak için kanalımıza abone olun.